Salamlayıram sizi və 14-cü dərsdə söhbət cədvəllərdən gedəcək. Əgər siz Word proqramında işləyibsə və orada cədvəllər yaradıbsa, yaxud mənim Word proqramına aid olan video kurslarıma baxıbsa, onda belə bir nəticəyə gələcəksiniz ki, yəni bu dərsi baxandan sonra ki, PowerPoint və Word proqramlarında cədvəlləri eyni prinsiplə yaratmaq olar. Bugünkü dərsdə biz belə bir cədvəl yaradacağıq. Yəni 2 doldurucudan ibarətdir bizim slaydımız. Birinci doldurucu da cədvəlin başlığıdır. İkinci doldurucuda isə cədvəlin özüdür. Gəl baxaq görək bunu necə eləmək olar. Slaydlar olan bölməsində boş yerdə sağ düyməni basırıq. Sazda slaydı yarat əmrini seçirik və bizdə belə bir slayd yaradır. Maket belədir. Zaqalovki obyekt, başlıq və obyekt. Bu maketi də seçmək olar, amma fikir verir, burada görürsünüz, cədvəl yaratmaq üçün yeri var. Burada isə yoxdur. Bu yerdir, görürsünüz, bu işarədir. Stavit tablosu, yəni cədvəli yarat. Bu əmrin köməyi ilə cədvəli yaradacağıq. İndi fikir verib bura. Gəl bunu mən kopyalayayım, hər dəfə əlinə yığmayaq. Bizdə cədvəldə 4 dənə sütun var. 1, 2, 3, 4 və 6 dənə sətir var. 1, 2, 3, 4, 5, 6. Burada bu cədvəli yaradırıq. Basırıq bu düyməni. 4 dənə sətir və 6 dənə sütun. 4 dənə sütun və 6 dənə sətir. Burada eləyirik 4. Burada siz əlinə də yığa bilərsiniz. Sildiniz 6 və OK düyməsini basırsınız. Görürsünüz, cədvəl yarandı. Cədvəl yaranan kimi o seçilən vəziyyətdə olur və burada 2 dənə tabı görürsünüz. Konstruktor və maket. Cədvəldən qırağa keçdiniz. Görürsünüz, seçməni yığışdırdım. Həmin tablar itir. Cədvəli yenidən seçən kimi tablar əmələ gəlir. Konstruktor tabında nə var? Bax görürsünüz. Gəl burada başlığı yerləşdirim. Belə çəkək ortaya. Bax görürsünüz. Sol tərəfdə belə bir bölümü var. Parametre stili tablets. Cədvəllər stillərinin parametrləri. Word proqramından bunu görmüşdünüz. Stroka zaqalovka. Başlığın, sətrin başlığı, cədvəlin başlığı bir sətirdir. Quşu yığışdırdım, görürsünüz. Seçilmə itir, yerləşdirirəm, seçilmə gəlir. 2 üçlü stroki. Burada fikir verirsiniz, bu nə deməkdir? Görürsünüz, biraz tünd rəngdə olan sətirdə açıqdır. Tünd, açıq, tünd. Bunu yığışdırsaz, görürsünüz, hamısı eyni rəngdə olur sətirlər. Eyni şey də sütunlara aiddir. Görürsünüz. Axırıncı sütunu seçə bilərsiniz. Belə rəngdə, yaxud birinci sütunu. Gəl bunu belə saxlayaq. Burada stillərdir. İstənilən stili bu bölmədən seçə bilərsiniz. Bizdə bu stildir. Fikir verir, stilləri seçən kimi, yəni kursoru yerləşdirən kimi olar düşündə, stillər burada dəyişir. Bu stili seçdik. Sonra da nə eləmək olar? Görürsünüz, bizdə boz elə bil ki, sətirlərdir və orada ağ rəngli xəttlərdir. Şaquli və üfüqi xəttlər. Bunları biraz tünd eləmək üçün, yaxud qara eləmək üçün cədvəli seçirik, qaraldırıq. Yəni belə sol düyməni basırıq, qaraldırıq. Yaxud burada sağ düyməni basırıq. Выделить таблицу, yəni cədvəli seçirik və buradan все границы, bütün sərhədlər, yəni qıraq xəttlərdə və ortada olan xəttlər seçilir. Basırıq. Fikir verirsiniz. Qaralım. Yoğunluq bu qədərdir. Bir biti, qara rəng gəlir. Əgər rəngi dəyişməksiniz, burada rəngi dəyişə bilərsiniz. Yoğunluğu dəyişməksiniz, burada yoğunluğu dəyişə bilərsiniz. Sonra həmin bu cədvələ kölgə də vermək olar. Cürbəcür effektlər vermək olar. Kölgə,
Belə eləyirsiniz. Relief variantını seçirsiniz, əgər istəyirsinizsə. Ehtiyac yoxdursa eləmirsiniz. Sonra xanaların içində, yəni yaçeykaların içində rəngi dəyişilir. Görürsünüz, burada boz rəngdir. Seçdim. Seçirəm, burada tutam yaşıl rəng. Görürsünüz, yaşıl rəngdə olur. Əgər bütün cədvəli istəyirsinizsə eləməyə, seçirsiniz bütün cədvəli və onun içində rəng verirsiniz. Deyək ki, belə rəng. Görürsünüz, rəng dəyişir. Bundan başqa bu iki əmrlər var. Narysovать tablицу, lastik. Lastik nə edir? Əgər lazımdırsa bu cədvəllərdə xanaları birləşdirəsiniz, lastikdən də istifadə edəmək. Seçdiniz, yəni pozandır. Bastınız, görürsünüz, xana birləşdi. İki xananı birləşdirdi, iki xananı birləşdirdi. Narysovать tablицу cədvəli əllə də çəkmək olar. Belə bir qələm əmələ gəlir. Bu qələmin köməyi ilə nəsə çəkirsiniz. Görürsünüz, xəttlər çəkə bilərsiniz. Belə istəyirsiniz, belə görürsünüz. Gəz bura məlumatı yerləşdirək. Mən indi keçirəm bu cədvələ, məlumatı kopyalayıram. Ctrl-C, gəlirəm bura və burada yerləşdirirəm. Ctrl-V. Artıq bizim cədvəl hazırdır. İndi tutalım ki, bizdə görürsünüz, bütün məlumat sol tərəfdədir. Sol tərəfdən yerləşir cədvəl. Yalnız başlıq bizdə ortadadır. İstəyir ki, məlumat bizdə də burada ortada yerləşsin. Seçirik. Başlıqdan başqa sətirləri və buradan yığırıq bu əmri, po centru, mərkəzdən. Bu üfüqi üzrə düzəlmədir. Əgər şaquli üzrə eləmək istəyirik həmin əməliyyat, yəni bax bu hissəni görürsünüz, 4,9, 5,7 litri biraz ortaya çəkək. Yəni bu üç xanada olan məlumatı burada hardasa yerləşdir ortada. Bunu belə eləmək olar. Ən sadə variantı enterdən. Qoydunuz qabağına enter. Qoydunuz qabağına enter. Qoydunuz qabağına enter. Amma görürsünüz, sürüşmə lap aşağı gedir. Bizə lazım ki, ortada olsun. Bunun üçün 3 xananı seçirik və burada bu əmri seçirik. Bu vertikali, şaquli düzəlmə olsun. Bax, görürsünüz, gəldi ortada. Bütün cədvəli eləmək istəsəz, seçdiniz cədvəli və həmin əmri seçirsiniz. Fikir verirsiniz, bax, burada da getdi. Və burada da getdi düzəlmə. Belə. Sola çəkmək istəsəz, sol işarəni, sağa, sağ işarəni, burada da sol, sağ. Bu şaquli düzəlmədir, bu üfüqi düzəlmədir. İndi keçək bu əmrlərə. Выделить, yəni seç. Cədvəli seçmək olar, sütunu seçmək olar, sətri seçmək olar. Bax, kursor bizdə buradadır. Düzdür? Əgər buradan sütunu seçsək, bu sütun seçiləcək. Əgər sətri seçiriksə, onda bu sətri seçiləcək. Cədvəli seçmək istəyirsə, yəni ya belə seçirsiniz, incə göstərmişdim sizə, ya sağ düyməni basırsınız, выделить tablицу, yaxud da buradan выделить tablицу. O üç variantın üçündə istifadə eləmək olar. Tutalım ki, burada mətnin rəngini dəyişmək istəyirsiniz. Seçdiniz, yaxud buradan seçdiniz və lazım olan əməliyyatı yerinə getirirsiniz. Tutalım ki, indi bu sətri, birinci sətri yox eləmək istəyirik. Seçirik, birinci variant belə, ikinci variant, kursoru yaxınlaşdırırsınız. Sətrin əvvəlinə fikir verirsiniz, kursoru belə qara ox olan kimi seçdiniz, udalить, yəni yox elə. Sətri. Görürsünüz, yox oldu. Əgər sütunu yox eləmək istəyirsinizsə, bir sütunu seçməyə ehtiyac yoxdur. Kursoru qoyursunuz bura və udalить stolpçu. Yəni sütunu yox elə. Kursor olan sütun yox olacaq. Əgər iki sütunu yox eləmək istəyirsinizsə, kursoru yerləşdirirsiniz. Yuxarıda belə görürsünüz ki, yəni qara ox gəldi. Sol düyməni basırsınız və dartırsınız sağa. İkinci, üçüncü sütun yox olacaq.
Qaytardık da alalım. Sonra belə 4 əmri var, 4 komanda var. Ставить сверху, yuxarıda yerləşdir, aşağıdan yerləşdir. Ставить снизу, ставить слева, ставить справа. Soldan sağda yerləşdir. Bax, kursor durur burada, görürsünüz. Yaxud qoyaq bıraq 4-cü sətr, 5-ci sətrə. Basırıq ставить сверху, boş sətr, bax burada yerləşəcək. Ставить снизу, boş sətr, aşağıda yerləşəcək. Ставить слева, boş sütun sol tərəfdə yerləşəcək. Ставить справа, boş sütun sağ tərəfdə yerləşəcək. Gəl ziləyək. Ставить сверху, kursor yerləşdirdik bura. Ставить снизу, kursor yerləşdirdik bura. Ставить слева və ставить справа. Görürsünüz, belə. Qaytaraq da alalım əməliyyatları. Bax, əgər birinci və ikinci sütun arasında bir dənə sütun yerləşdirmək istəyirsinizsə, bu əməliyyatı iki cür eləmək olar. Qoyursunuz kursoru birinci sütuna, ставить справа, yaxud qoyursunuz ikinci sütuna və buradan seçirsiniz ставить слева. Bax, belə. Sonra bu iki komanda объединить ячейки, разделить ячейки. Yəni xanaları birləşdir, xanaları böl. Tutalım ki, bizdə gəl burada 2 dənə sətr qoyum yuxarıdan. Tutalım ki, bizdə mühərrik sözü, mühərrik sözü yuxarıda yazılıb. Bax, belə. Və bu xananı, ikinci xananı 2 yerə bölmək istəyirik. Bir bölmədə gedəcək TFCI, mühərrik 2, ikincidə TDI. Bunu necə eləmək olar? Qoydu kursoru xananın içinə, basırıq razделить ячейки, yəni xananı 2 yerə böl. Sistem soruşur, bu xananı neçə yerə bölürsən? Göstərirsiniz 2 sütun, 3 lazımı 3 yazırsınız, 4 lazımı 4 yazırsınız. Çislo strok, sətirlərin sayı 1. Okey. Təzədən bu məlumatı köçürürük. Bura və bura. Burada ikinci mühərrikin adını silirik. Bax, belə. Burada isə birinci mühərrikin adını silirik. Bax, görürsünüz. 2 dənə xana əmələ gəlir. Birləşdirmək istəyirsiniz. Göstərdiyim kimi ya buradan lastiklə silirsiniz, ya da buradan seçdiniz. Объединить ячейки, yəni birləşdir xanaları. Görürsünüz, birləşdir. Gəlin bu sətirləri silək. Bu iki xana nə deməkdir? Hündürlük və en. Fikir verirsiniz, bax, birinci sətrə və sətrin hündürlüyüdür. Artırıram. Görürsünüz, sətrin hündürlüyü artır. Bu endir. Görürsünüz, en artır, en azalır. Buradan eni və hündürlüyü dəqiq göstərmək olar. Amma təxminən böyüdüb kiçiltmək üçün kursoru yerləşdirirsiniz. Bax, sətrin aşağısında görürsünüz. Bax, belə işarəni alan kimi kursorun sol düyməni basırsınız və dağıtırsınız aşağı. Görürsünüz, sətrin hündürlüyü dəyişdi. Əgər dəqiq istəyib buranın sətrin hündürlüyü məsəl üçün belə olsun, 1,3 santı qoyursunuz bura. Buradan əllə də yığa bilərsiniz. 1,3. 1, 0, 3. Bax, belə. Görürsünüz, dəyişdi. Yəni buradan dəqiq, buradan təxmini. Bu əmrləri keçdim. Sonra belə verir. Направление tekstə, yəni mətnin istiqaməti. Və burada görürsünüz, belə yazılır. Bunu dəyişə bilərsiniz. 5 dənə variant var. Belə, yaxud belə, yaxud belə, yaxud belə. Bunu biraz artıra bilərik. Gəlir, artıraq belə. Fikir verirsiniz, necə dəyişəcək mətn. Görürsünüz, belə də yazmaq olar. Sonra əgər bu xananın hündürlüyü və enidirsə, bu iki göstərici isə görürsünüz, cədvəlin eni və hündürlüyüdür. Sonra bu üç əmr
imkan verir ki cədvəli sola, sağa, aşağı, yuxarı çəkə bilərsiniz. Bizdə indi ortada düzdür cədvəl. Buradan seçirsiniz. Выровнять по левому краю, cədvəl getdi sola. Выровнять по правому краю, cədvəl gedir sağa. Выровнять по центру, cədvəl gedir ortaya. Yuxarıda çəkmək olar, onu da verirsiniz. Выровнять по верхнему краю, getdi yuxarı. Buradan по нижнему краю gəlir aşağı və verirsiniz ortaya. Выровнять посередине. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.